Bu məqamda çox üzr istəyirəm. İlk növbədə həmin anlara şahidlik etmiş qazi qardaşımızı danışdıraq, sonra şəhid ataları üzrlü hesab edeyim. Çünki Əli məhz Asif qardaşımızın yanında şəhid olub. Həmin o müqəddəs ana o şahidlik edib. İndi isə çox istərdik ki, qardaşımız, Asif qardaşımız məhz Əlinin döyüş yolundan danışsın. Əvvəla hamını salamlayıram. Mən şəhid qardaşımın belə bir yığıncaq təşkil olunur. Yəni bu mənim üçün fəxirdir. Ola bilər bəlkə danışa bilmərəm amma mən özüm xüsusi təyinatlı qüvvələrdə orta bir rütbəli olmuşam, amma Əli bizə digər bir hərbi hissədən gəlmişdi. Xüsusi təyinatlı qüvvələrin digər bir hərbi hissəsindən gəlmişdi. Mən ona birinci gördüyüm gün o qədər onun suyu mənə şirin gəldi. Mən əsgərlərlə münasibətim yaxşı idi. İstəyirdim ki, hamısının, məsəl üçün, könlünü xoş eləyim, istədikləri bəzi şeyləri onların yerinə yetirəm. Ancaq bizim işimizdə əsgərlərlə işləmək deyildi. Sadəcə təlimlərdə onlar bizə köməyə gəlmişdilər, təminatımıza görə gəlmişdilər. Bizim Əlini gördüyüm gün onun o qədər suyu mənə şirin gəldi. Getdim, özüm yaxınlaşdım ona. Biraz söhbətə tutdum onu. Dedim, mən yardımdanım. Dedim, mən də yardımdanam. Problem yoxdur. Nə vaxt, nə ehtiyacın olsa mənə dinən. Gedirdim dərslərə, gəlirdim dərslərdən, məsəl üçün, gedib onu hər gün görməsəydim, bəlkə də ürəyim darxardı. Elə hiss edirdim təlimdə, İsmailli təlimində, xüsusən təyinatlı qüvvələr döyüşdən qabaq orada təlim oldu. Müharibə vaxtına çıxmamışdan qabaq ona mən təlimdə də dedim, ehtiyatlı ol, çalış, elə özünü qoru. Ondan sonra biz onlardan ayrıldıq. Müharibə vaxtı biz başqa bir yerə getdik. Kəlbəcərdə döyüş tapşırığının fəaliyyəti yerinə yetirəndə birinci gün biz getdik, müəyyən bir tədbirlər vardı. Getdik, puskuya düşdük, yaralandıq, şəhid verdik, taqətdən düşmüşdük. Yüksəklikdən çıxırdım. Heç mən ummurdum ki, Əli ora bilirsiniz necədir, yəni ora elə bir yer idi ki, Əli, yəni bunu necə deyim, əsgərlərimizi kiçiltmək kimi deməyə, yəni biz ora elə bir yerdir ki, orada ən elit qüvvələrin getdiyi bir yer idi. Yəni əsgərlərimizi ora çox vaxt gəlmirdi. Yəni Əli kimi qəhrəman oğullarımız ora gəlib bizə kömək edə bilərdi. Digər bir əsgərlər ora heç vaxt gələ bilməzdi. Yəni yenə deyirəm, kiçiltmək kimi demirəm, sadəcə orada hər oğulun işi deyildi gəlib bizə ora kömək eləmək. Yüksəklikdən çıxırdım, yuxarıda daxili qoşunlardan bir uşaq vardı. Onun yanına miramiyot düşdü, onu gətirdi, çıxdı bizim yanımıza. Elə mən ona başım qarışmışdı, kömək edirdim ona, döyüş yoldaşımız idi. Bir də gördüm, Əli aşağıdan gəldi. Başında kaska yox idi. Dedim, sənə kaskan alın sənin. Birinci dedim, sən burada nə gəzirsən? Dedi, mən sizə köməyə gəlmişəm. Yuxarıdan elə bir ki, onlar gəlmişdi bizə köməyə, təxliyəmizə köməyə, yaralılarımıza, şəhidlərimizə köməyə gəlmişdi. Həm də orada postlardan atış gəlirdi. Onlar bizə dəstək olurdular. Dedim, sən nə gəzirsən burada? Dedi, sizə köməyə gəlmişəm. Dedim, kaskan alın. Dedi, kaskan yaralı yoldaşımıza kömək eləyəndə saxlaya bilmədim, düşdü, getdi aşağı. Çıxartdım kaskamı, qoydum qabağına, dedim, heç yerə getmə. Bizdə digər hərbi hissələrə baxanda bizim təchizatımız onlardan müəyyən qədər yaxşı idi. Yəni, biz birbaşa döyüş tapşırıqlarına girirdik, fəaliyyətlərdə birbaşa yaxşı olduğumuza görə bizim hər şeyimiz də yaxşı idi, təchizatımız da yaxşı idi, 50 ilində təchizatı yaxşı idi. Sadəcə o kaskası döyüş yoldaşına kömək eləyirdi deyə düşmüşdü. Çıxartdım kaskanı, qoydum qabağına belə, dedim, sən bunu götür, heç yerə tərpənmə, daşın bölündə otur. Mən bir dənə bu uşağa kömək edeyim, gedəm. Mənim də köməkçim vardı onun yanında. Mən üzümü bir tərəfə tutdum, o uşağa kömək eləyənlər, döndüm arxaya, gördüm Əli də yox, mənim köməkçim də yoxdur. Yuxarıdan da səslər eşidirəm, görürəm orada yaralılar var. Mən 90% bilirdim ki, onlar o yaralılara görə çıxmışlar, oradan gedib onlara kömək eləmək. Çünki biz geri qaydırdıq, geri qaydanda biz orada Yusuf nətərdə, yəni bizə vaxt vermişdilər, 3 saat, 4 saat ərzində biz oradan çıxmalıydıq. Biz orada çatdıra bilmədik, çıxa bilmədik. Nəyə görə çıxa bilmədik? Çünki şəhid yoldaşlarımız vardı,
qazilər vardı ki, biz onları yəni götürməmiş çıxa bilməzdik. Bizim adımız ona görə xüsusən adlı qüvvələrdir ki, şəhid yoldaşlarımızı, qazi yoldaşlarımızı döyüş yerində qoymadığımız üçün. Onu mən baxdım yuxarı, gördüm yoxdular. Hardasa bir məndən 5 metr yuxarıda gördüm mənim köməkçim qışqıra-qışqıra mənə çağırır, yaralanmışam. Həmin onların olduğu yerdə minəmiyyət onlara bir güllə kimi yağdırırdı yağış. Qaldım belə çarəsiz. Başım, kaskanı qoymuşdum yerə ki, döndüm gördüm kaskam da qaldı. Gəldim kaskama bir təpi vurdum, düşdü heç götürmədim. Qalxdım yuxarı. O köməkçimi tutdum, qolunu sardım. Sarıyanda dedim, sənin yanında əskər vardı. Necə oldu əskər? Dedi, o sava meyilləndi. Biz orada necə bir yerdir? Yəni oranı mən nə qədər desəm təsəvvür kimi ki, ora daşlıq yeridir. Orada mərmilər yağırdı, ora minəmiyordu. O daşlar da parçalanırdı, o bizə imkan vermirdi ki, heç bir hərəkət edir. Yəni duman idi, bir tüstü dumana qarışmışdı hər şey orada. Sürünə getdim, gördüm daşın bölündə səcdə vəziyyətində dayanıb şəhid olub. Süründüm, onun ayağından çəkdim biraz arxaya. Üstün ətər, yəni mən burada elə bir çarəsiz şəkildə qaldım orada. Yəni bəlkə də o uşaq olmasaydı, məsələn, yaralanan uşaq olmasa mən heç vaxt onu qoymazdım şəhidlə, heç vaxt. Yəni qismət Allahdan da, Allahın yazısıdır. Ancaq mən necə bir oğlanlara biz kömək eləmiş, yox sağlıq da. Yəni mən heç vaxt imkan verməzdim ki, o şəhidin mümkün olmaz. Elə bir çarəsiz şəkildə qaldım orada, sökəndim məsələn. Çok sağ ol kardeş. Hamımızın başı sağ olsun, vətən sağ olsun diye. Çok sağ olun kardeş. Allah sizi korusun. Allah sizin gibi qəhrəman qazilərimizi korusun. Allah ordumuzu korusun. İndi isə bu məqamda